Hello everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about illness. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is grip. 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 Grip means flu. 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 For example, mən grip olmuşam. Mən grip olmuşam. Mən grip olmuşam. Mən grip olmuşam. Mən grip olmuşam means I have the flu. I have the flu. Mən grip olmuşam. Mən grip olmuşam. I have the flu. Soyuq dəymə. Soyuq dəymə. Soyuq dəymə. Soyuq dəymə. Soyuq dəymə means cold. 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 Soyuq dəymə. Soyuq dəymə. Cold. Soyuq dəyməm var. Özümü zəif hiss edirəm. 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 Means I have caught a cold. I feel weak. I've caught a cold. I feel weak. I feel weak means özümü zəif hiss edirəm. Soyuq dəyməm var means I have caught a cold. I have caught a cold means soyuq dəyməm. Boğaz ağrısı. Boğaz ağrısı. Boğaz ağrısı. Boğaz ağrısı. Boğaz ağrısı means like sore throat. Sore throat. Boğaz ağrısı. Boğaz ağrısı. Sore throat. Boğaz ağrısı. Sore throat. Boğazım ağrıyır. Danışmaqda çətinlik çəkirəm. Boğazım ağrıyır. Danışmaqda çətinlik çəkirəm. Boğazım ağrıyır. Danışmaqda çətinlik çəkirəm. Means my throat hurts. That's why it's hard to talk. My throat hurts. It's hard to talk. My throat hurts. It's hard to talk. Danışmaqda çətinlik çəkirəm. Boğazım ağrıyır. My throat hurts or I have sore throat. That's why it's hard to talk. Baş ağrısı. Baş ağrısı. Baş ağrısı. Baş ağrısı. Baş ağrısı means headache. 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 Baş ağrısı. Baş ağrısı. Baş ağrısı. Baş ağrısı. Baş ağrısı. Bugün başım çox ağrıyır. Bugün başım çox ağrıyır. Bugün başım çox ağrıyır. Bugün başım çox ağrıyır. Bugün başım çox ağrıyır means I have a bad headache today. I have a bad headache today. Bugün başım çox ağrıyır. Bugün başım çox ağrıyır. Bugün today başım my head çox ağrıyır. You know, bad headache. I have a bad headache today. Mədə ağrısı. Mədə ağrısı. Mədə ağrısı. Mədə ağrısı. Mədə ağrısı. Mədə ağrısı. Mədə means like stomach. Ağrı means ache. And that's why it means stomach ache. Stomach ache. Mədə ağrısı. Axşam çox yemişəm. İndi mədəm ağrıyır. Axşam çox yemişəm. İndi mədəm ağrıyır. Axşam çox yemişəm. İndi mədəm ağrıyır. Axşam çox
yemişəm. İndi mədəm ağrıyır. Axşam çox yemişəm. İndi mədəm ağrıyır. Axşam çox yemişəm. İndi mədəm ağrıyır. Means I ate too much last night. Now I have a stomach. I ate too much last night. Now I have a stomach. I have a stomach. Mədəm ağrıyır. Because I ate too much last night. Okay? Axşam çox yemişəm. İndi mədəm ağrıyır. Axşam çox yemişdim. İndi mədəm ağrıyır. These are. I ate too much last night. Now I have a stomach. Axşam çox yemişəm. İndi mədəm ağrıyır. Axşam çox yemişəm. İndi mədəm ağrıyır. I hope it's okay. Allergiya. 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 It's same, you know, it sounds same. Allergy. Mənim tozlara qarşı allergiyam var. 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 So, it means I'm allergic to dust. I'm allergic to dust. I'm allergic to dust. I'm allergic to dust. Yani mənim tozlara qarşı allergiyam var. I'm allergic to dust. Mənim tozlara qarşı allergiyam var. Toz means dust. Sonra ishal. 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 Ishal means diarrhea. Diarrhea. Ishal. For example, mənim qarnım ağrıyır və ishal. Mənim qarnım ağrıyır və ishalım. Mənim qarnım ağrıyır və ishalım. Mənim qarnım ağrıyır, yəni qarnım ağrıyır, stomach. Və ishalım. I have stomach pain and diarrhea. Or I am diarrhea. I've got diarrhea. I have stomach pain and diarrhea. Mənim qarnım ağrıyır və ishalım. Mənim qarnım ağrıyır və ishalım. Mənim qarnım ağrıyır və ishalım means I have stomach pain and diarrhea. Yuxusuzluq. 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 Yuxusuzluq means insomnia. Insomnia. Yuxusuzluq. Insomnia. For example, son günlər yuxusuzluqdan əziyyət çəkirəm. 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 Means lately I have been suffering from insomnia. Lately I have been suffering from insomnia. I have been suffering from insomnia. Lately I have been suffering from insomnia. Yəni son günlər yuxusuzluqdan əziyyət çəkirəm. Suffering means əziyyət çəkirəm. Suffer. Əziyyət. Suffering. Əziyyət çəkirəm. Qulaq ağrısı. Qulaq ağrısı. Qulaq ağrısı. Qulaq means ear. Ağrı, pain. And that's why it's ear pain. Qulaq ağrısı. Qulaq ağrısı. Qulaq ağrısı. For example, qulağım ağrıyır. Eşitməkdə problem yaşayıram. Qulağım ağrıyır. Eşitməkdə problem yaşayıram. Qulağım ağrıyır. Eşitməkdə problem yaşayıram. Qulağım ağrıyır. Eşitməkdə problem yaşayıram.
means my ear hurts and I have trouble hearing. I have trouble hearing. My ear hurts. I have trouble hearing. I have trouble hearing because my ear hurts. Yeah, kulağım ağrıyır. Eşitməkdən əziyyət çəkirəm. Eşitməkdən əziyyət çəkirəm. Mənim kulağım ağrıyır. Eşitməkdən əziyyət çəkirəm. My ear hurts. I have trouble hearing. Yes. Yani kulak ağrısı. Kulak ağrısı means earache. Ear hurts. Earache. And that's it. I hope you enjoyed. Don't forget to like, share, and subscribe for more learning tips. And if you're interested in personalized language instruction, please check out the first link in description. Go to apply and see if our lessons are right fit for you. Sağ olun and görüşene dek. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about healthcare and medicine. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is özünü pis hissetmək. Özünü pis hissetmək. Özünü pis hissetmək. Özünü pis hissetmək. Özünü pis hissetmək means to feel bad or unwell. To feel bad or unwell means özünü pis hissetmək. For example, mən özümü pis hiss edirəm. Mən özümü pis hiss edirəm. Mən özümü pis hiss edirəm. Means I feel unwell or I feel bad. Mən özümü pis hiss edirəm. Qızdırmam var. Qızdırmam var. Qızdırmam var. Qızdırmam var. Qızdırmam var means I have a fever. I have a fever. Qızdırmam var. I have a fever. Fever is also like qızdırma. Qızdırma is a fever. If you want to say qızdırmam var means I have a fever. Askırmaq və öskürmək. Askırmaq və öskürmək. Askırmaq və öskürmək. Askırmaq və öskürmək means to sneeze and to cough. Askırmaq means to sneeze. Öskürmək means to cough. Askırmaq və öskürmək. And xəstəxanaya getmək. Xəstəxanaya getmək. Xəstəxanaya getmək. Xəstəxanaya getmək. Xəstəxanaya getmək means to go to the hospital. To go to the hospital. Xəstəxanaya getmək. For example, xəstəxanaya getməliyəm. Xəstəxanaya getməliyəm. Xəstəxanaya getməliyəm. Means I need to go hospital. I need to go to the hospital. I need to go to the hospital. Means xəstəxanaya getməliyəm. Dərman almaq. Dərman almaq. Dərman almaq. Dərman almaq. Dərman almaq. Dərman almaq means to buy medicine. To buy medicine. To buy medicine. Dərman almaq. Dərman is medicine. Ən yaxın aptekdən dərman almaq lazımdır. 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 Means I need to buy medicine from the nearest pharmacy. I need to buy medicine from the nearest pharmacy. Həkimə getmək. Həkimə getmək. Həkimə getmək. Həkimə getmək. Həkimə getmək means to go to the doctor. To go to the doctor. To go to the doctor. Həkimə getmək. For example, sabah həkimə gedəcəm. Sabah həkimə gedəcəm. Sabah həkimə gedəcəm. Sabah həkimə gedəcəm means I'll go to the doctor tomorrow.
I'll go to the doctor tomorrow. I'll go to the doctor tomorrow. Sabah həkimə gedəcəm. İstirahət etmək. İstirahət etmək. İstirahət etmək. İstirahət etmək means to rest. To rest. For example, sən istirahət etməlisən. Sən istirahət etməlisən. Sən istirahət etməlisən. Sən istirahət etməlisən means you need to rest. You need to rest. You need to rest. Sən istirahət etməlisən. İynə vurmaq. İynə vurmaq. İynə vurmaq. İynə vurmaq or vaksin olmaq. Vaksin olmaq. Vaksin olmaq or iğne vurmaq means to get an injection or to be vaccinated. To be vaccinated means vaksin olmaq, you know, it's similar. But iğne vurmaq means to get an injection. To get an injection. And last one, resept yazmaq. Resept yazmaq. Resept yazmaq. Resept yazmaq. Or like tibbi sənəd. Tibbi sənəd, tibbi sənəd, tibbi sənəd. Resept yazmaq means to write a prescription. To write a prescription means resept yazmaq. Medical document means tibbi sənəd. For example, həkim resept yazdı. Həkim resept yazdı. Həkim resept yazdı. Həkim resept yazdı. Means like the doctor wrote a prescription. The doctor wrote a prescription. The doctor wrote a prescription. Prescription means resept yazmaq. Belə. That's it. I hope you enjoyed. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşərik.